Son günlər həqiqətən Xankəndindən və ümumiyyətlə Qarabağdan köçən ermənilərin sayının artması haqqında məlumatlar gəzir və bu məlumatlar həqiqətə uyğundur və bu həmişə olub və həmişə bu, yəni 44 günlük müharibədən sonra bu proses davamlı olaraq gedirdi. Sadəcə ermənilər müəyyən müddət bunu örtbasdır edə bilirdilər, amma indiki halda bu gün artıq bunu örtbasdır edə bilmirlər. Yəni artıq Azərbaycan tərəfində olan dəqiq kəşfiyyat məlumatları göstərir ki, Ermənistana köç başlayıb, Qarabağdan Ermənistana köç başlayıb və bunu Ermənistan tərəfi qarşısına ala bilmir. Və təbii ki, bütün bunları mən qeyd etdiyim kimi bu vaxta qədər Ermənistan tərəfi gizlədə bilirdi və təkcə oradan köçənlərin deyil, eyni zamanda orada yaşayanların sayını da artırmaqla məşğul idi. Amma son günlər bunun qarşısını ala bilmir. Nə köçənlərin qarşısını ala bilir, nə də ki, bu köçənləri örtbasdır edə bilir və cəmiyyətdən gizlədə bilir. Və bunun səbəbi nədir? Bunun səbəbi odur ki, həqiqətən son zamanlar Ermənistana köç güclənib. Və bu köçənlər təkcə Ermənistana deyil, İrəvana deyil və İrəvandan bildiyimiz kimi Rusiyanın müxtəlif şəhərlərinə köçürlər. Və əsas səbəblərdən biri də odur ki, artıq pandemiya ilə əlaqədar vəziyyətin yüngülləşdirilməsi və müxtəlif karantin tədbirlərinin aradan qaldırılması ilə əlaqədar Rusiyanın şəhərlərinə gedən əhalinin sayı artıb və bu da öz növbəsində təsir edib ki, Qarabağdan gələnlərin sayı artsın və qeyd etdiyim kimi, təbii ki, bu bir səbəbdir, amma digər səbəb odur ki, artıq Qarabağda yaşayanlar müəyyən müddətdə, qısa müddətdə Ermənistan hakimiyyətinin verdiyi vədlərə inana bildilər. Verilən vədlərə inandıra bildilər Ermənistan tərəfi orada yaşayan insanlar ki, və Ermənistan sizin üçün orada şərait yaradacaq və siz problemsiz yaşaya bilərsiniz. Ancaq keçən müddət ərzində insanlar, yəni orada yaşayan insanlar Ermənistan tərəfindən heç bir yardım göstərilmədiyini şahid oldular və hər keçən gün onların vəziyyəti daha da ağırlaşır və kütləvi informasiya vasitələrində Xankəndi şəhərinin susuzluqdan, Xankəndinin və digər ermənilərin yaşadığı, kompakt yaşadığı ərazinin susuzluqdan əziyyət çəkdikləri haqqında informasiyalar var. Elektrik işığının olmaması haqqında məlumatlar var və digər zəruri məhsulların çatmaması haqqında məlumatlar gedir. Təbii ki, bu şəraitdə onlar yaşamağa öyrəşməlidir və bildiyimiz kimi əvvəllər Ermənistanın və diasporanın köməyi ilə onlar daha yaxşı şəraitdə yaşamışlar. İndi isə artıq bütün bunlar hamısı kəsdi və bütün Ermənistanda və digər xaricdə yaşayan insanların diasporanın köməyinə baxmayaraq, yardımına baxmayaraq, yardım İrəvana gelib çata bilmir. İnsanların vəziyyəti gün-gündən pisləşir və bu da səbəb olur ki, onlar artıq verilən vədlərə inanmırlar və kütləvi şəkildə tərk etməyə məcburdular. Və təbii ki, bu köç nə ilə nəticələyəcək? Bu köç mən qeyd etdiyim kimi təbii seçmə ilə nəticələnəcək və kimlər ki, Azərbaycanla bir yerdə Azərbaycan vətəndaşı kimi yaşamaq istəyəcəklər və Azərbaycan vətəndaşı kimi sülh və əmin-amanlıq və inkişaf şəraitində yaşamaq istəyəcəklər, onlar qalacaq. Yox, kimsə yaşamaq istəməyəcəklər, onlar buranı tərk edib gedəcək və bu eyni zamanda Ermənistan dövlətini məcbur edəcək ki, çox qısa zamanda Azərbaycanla sülh müqaviləsi bağlasın ki, orada qalan əhalinin saxlamağa yardım etsin. Yox, əks təqdirdə əgər Azərbaycanla tezliklə, yəni yaxın bir ilə sülh müqaviləsi bağlanmasa, orada yaşayan 3000, 5000, 10.000, yəni neçə mindirsə, onların hamısı Qarabağı tərk edəcəklər və bunlar çox böyük ehtimalla İrəvanda məhkumlaşacaqlar və sonu bununla nəticələnməlidir. Qeyd etdiyim kimi bir çox səbəbləri var və onlardan biri də elə həqiqətən Azərbaycanın
öz sözünün üstündə durması və Qarabağ sahəsində apardığı ciddi siyasətlər aparması erməniləri inandırıb ki, artıq onlar əgər Qarabağda yaşayacaqlarsa, Azərbaycanın nəzarəti altında Azərbaycan vətəndaşı kimi yaşayacaqlar və yox, əgər yaşamayacaqlarsa, onu deməli buranı tərk etməlidirlər. Üçüncü bir yol yoxdur. Və mən düşünürəm ki, indi köçənlərin hamısı məhz Azərbaycanla, Azərbaycan nəzarəti altında yaşamaq istəməyənlərdir. Yaxud da ki, onlar birinci və ikinci Qarabağ döyüşləri zamanı Azərbaycana qarşı müharibələrdə iştirak edən və Azərbaycanlılara qarşı törədilən qəddarlıqda iştirak edənlərdirlər ki, onlar bu qəddarlığın gec-tez Azərbaycan dövləti qarşısında bu qəddarlığa görə cavab verəcəklərindən qorxub qaçırlar.